Qəza deyib keçməyin, 10 ilə qədər həbs ola bilər. Çoxları düşünür ki, avtomobil qəzası sadəcə sığorta məsələsidir. Amma unudulan vacib bir həqiqət var ki, yol hərəkəti qaydasını pozub insan sağlamlığına zərər vurmaq və ya ölümə səbəb olmaq Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən ciddi cinayət məsuliyyətidir. Bu zaman nə baş verə bilər? Gəlin birlikdə araşdıraq. Xəsarət yetirmisinizsə, 2 ilədək sürücülük yolundan məhrum edilmə və 5.000-dən 7.000 manatadək cərimə və ya azadlıqdan məhrum etmə cəzası, əgər zərər çəkmiş həlak olarsa, 6 ilədək həbs cəzası, 2 və daha çox şəxs həyatını itiribsə, 10 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Yeganə yüngülləşdirici hal zərərçəkmişlə barışıq və dəymiş ziyanın tam ödənilməsidir ki, bu da yalnız xəsarət hallarına tətbiq edilir. Ölümlə nəticələnən hallarda məsuliyyətdən qaçmaq mümkün deyil. Sükan arxasında sadəcə öz taleyinizə yox, başqalarının həyatına da cavabdehsiniz. Diqqətli olun, hüquq səhvləri bağışlamır.